Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığından Təhsil İstirahət Mərkəzində infotur təşkil olunub. Nabran qəsəbəsində yerləşən mərkəzə baş tutan turda millət vəkili Vüqar İskəndərov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Elm və Təhsil Nazirliyinin İctimai ilə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini xanım Daşdamirova, Bakı şəhər Təhsil İdarəsinin müdir müavini Fəttah Fəttayev və təhsil ictimaiyyətinin digər nümayəndələri iştirak edib. Səfər çərçivəsində iştirakçılar istirahət mərkəzində təhsil işçiləri üçün yaradılan şəraitlə tanış olub, mərkəzin infrastrukturu, istirahət və asudə vaxtın səmərəli təşkili üçün təqdim olunan imkanlar barədə məlumat alıblar. Tədris prosesində bildiyiniz kimi ən çox əziyyət çəkən şəxslər bizim hörmətli müəllimlərimizdir və onların xüsusən yay aylarında istirahətin təşkili çox önəmlidir, vacibdir və nəzərə alsaq ki, növbəti tədris ilinə onların yüksək motivasiya, yüksək belə deyək də, ab-hava ilə qayıtması həm bizim şagirdlərimiz üçün, həm təhsil sistemi üçün önəmlidir. Bugün də bu tədbirlərdən biri olan Təhsil İşçilərinin Həmkarlar İttifaqının təşkil etdiyi Təhsil İstirahət Mərkəzində olduq. Burada hər bir şərait yaradılmışdı, gözəl təbiəti, əyləncə vaxtlarının təşkil olunması, hər bir şey düşünülmüşdür. Sevindirici haldır ki, müəllimlərimiz yay tətillərini belə gözəl məkanda keçirərək yeni təhsil ilinə artıq daha enerjili hazırlaşa bilirlər. Bugün Təhsil İşçiləri Həmkarlar İttifaqının Təhsil İstirahət Mərkəzinə gəldik. Təhsil işçiləri üçün yaradılan şəraitlə tanış olduq. Doğrudan da çox gözəl təşkil olunub bütün xidmətlər. İstirahət mərkəzinin ərazisi özü çox möhtəşəmdir, çox gözəldir. Bəzi təhsil işçiləri ilə ünsiyyətdə olduq. Fikirləri də çox müsbətdir. Hər şeydən razıdırlar. Özlərini burada, necə deyirlər, xoşbəxt hiss edirlər. Yaxşı istirahət elədiklərini bildirirlər. Mərkəzdə dincələn elm və təhsil işçilərindən görüş zamanı infotur iştirakçıları onların əhval-ruhiyyəsi və istirahət şəraitindən maraqlanıb, mərkəzdə yaradılmış şəraitlə bağlı təəssüratlarını dinləyiblər. Həmçinin mərkəzin fəaliyyəti və təhsil işçilərinin istirahət imkanlarının daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.